Salam Əmlakçı kanalının izləyiciləri. Deməli, bugün sizə əmlakınızın ünvanları barəsində məlumat verəcəm. Demək olar ki, Azərbaycanda bütün əmlakların ünvanı dəyişib. Yəni, öz nümunəmdə də göstərəcəm sizə. Bildiyiniz ünvanınız faktiki dəyişibdir. Bəs bu ünvanı necə öyrənə bilərsiniz? Bu videoda sizə geniş izah edəcəm. Deməli, Azərbaycanda ünvan portalı fəaliyyət göstərir. Ünvan portalı vasitəsilə hər bir vətəndaş öz obyektinin, evinin, mənzilinin ünvanını öyrənə bilər. Yeni ünvanlarda dəyişikliklər olub. Yəni, post indeksləri orada əks olunur. Əlavə olaraq, əvvəllər bina göstərilirdisə, indi hər bir giriş üzrə, yəni, belə deyək də, bir bütöv binanın bir neçə girişi, yəni blok olurdu. Hər bir blok üzrə, mərtəbə üzrə, mənzil üzrə artıq ünvanlar əks olunur. Geniş məlumat verilir. Bu dünya nümunəsidir. Yəni dünyada da posta baxsaz ilk olaraq post ünvanları yazılır. Şəhər, dövlət, şəhər, qəsəbə və belə ardıcıllıqla ta ki bina, binanın mərtəbəliyi, mənzilin nömrəsinə kimi hamısı əks olunur. İndi mən sizə burada portal üzərində onu izah edəcəm. Bu portalın bir çox əlavə üstünlükləri də var. O barədə məlumat verəcəm. Deməli, ünvan portalına girmək üçün elə Google-da ünvan portalı yazmaqla ünvanportali.az saytın adı belə gedir. Dövlət saytıdır. Girirsiniz burada. Burada bütün məlumatlar demək nə olur? Əks olunur. Mən indi bu belə deyək digər relyef versiyasına keçmək üçün rahat olan. Burada aşağıda qeyd olunub, onu seçirsiniz və ya buradan ətraflı axtarış bölməsindən istifadə edə bilərsiniz. Bu bölmə vasitəsilə siz rayonunuzun, qəsəbənizin də dəqiq ərazisini öyrənmiş olacaqsınız. İndi biz ətraflı axtarışa girək, onu izah edin. Buradan ünvanı seçmək üçün birinci rayonu seçirsiniz. Biz gəlirik aşağıda, tutalım, öz nümunəmdə göstərirəm. Bakı şəhərini tapırıq. Bakı şəhəri. Bakı şəhərini tapandan sonra avtomatik biz burada mənim qeydiyyatda olduğum ünvan Binəqədi rayonunu seçirəm. Binəqədi rayonunu seçən kimi görürsünüz, dostlar, bütün Binəqədi rayonun ərazisini göstərir və həmçinin dəniz sahilində Binəqədi rayonun ərazisinə daxil olan ərazilər var, oranı göstərir. Bütövlükdə Binəqədi rayonu, həmçinin 28 may qəsəbəsi, hansı ki Binəqədi rayonun ərazisinə aiddir. Burada əlavə olaraq biz seçirik qəsəbəmizi. Məmmədəmin Rəsulzadə qəsəbəsi. Qəsəbəni seçəndən sonra artıq bu gəlir qəsəbənin ərazisini göstərir və bütövlükdə Məmmədəmin Rəsulzadə qəsəbəsinin ərazisidir. Buradan artıq biz küçəmizi seçə bilərik. Küçəmizi seçə bilərik. Burada küçələr göstərilir. Mən avtomatik ərazini bildiyimə görə keçirəm relyef formatına və buradan bizim deməli evimizi tapıram. Ona uyğun olaraq küçənin dəyişikliyini göstərəcəm ki, küçə artıq necə adlanır. Hazırda bizim faktiki şəxsiyyət vəsiqəsində ünvanımız gedir. Deməli, Məmmədəmin Rəsulzadə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, 1-ci keçid, ev 33. Mənim faktiki ünvanım belə gedir. Ancaq yeni ünvanlarda isə bizim deməli ünvanımız artıq dəyişibdir. Artıq bu bizim evimizdir. Evimizin üzərində bax görürsünüz, sarı bu nişan göstərilir. O nişanı vuran kimi göstərir bizim yeni ünvanımız. Deməli, bizim yeni ünvanımız artıq dəyişib, olub Eldar Babayev küçəsi 5-ci döngə, yox, evi səhv seçdim, deyəsən öz evimdə. Deməli, üzr istəyirəm, burada köhnə xutor deyilən ərazidir. Evlər hamısı bir-birinə oxşuyur. Damdan, bizim evimiz budur. Deməli, tıklayırıq onun üstündəkinə. Deməli, Eldar Babayev küçəsi 5-ci döngə, giriş 55. Bizim yeni ünvanımız belə gedir. Əvvəl bizdə gedirdi Səttar Bəhlulzadə küçəsi, 1-ci keçid, ev 33. İndi dəyişibdir. Deməli, 5-ci döngə, giriş 55. Evləri göstərmirlər, girişləri verirlər. Hər bir girişə bir ünvan verilir. Bu portalda başqa nə müsbət xüsusiyyətlər var? Burada bizim əvvəlki videolarımızda sizə X, Y koordinatlarla bağlı məlumatlar vermişdim, UTM koordinatlar. Bunun vasitəsilə də axtarma olar. Doğrudur, bu sistem yaxşı işləmir. İndi deyiblər ki, portalda bu ayda hətta bu ayın sonuna qədər yenilənmə iş olacaq.
Yəqin ki, ondan sonra X, Y koordinatlarla siz hər bir, belə deyək, hər biriniz öz X, Y koordinatlar əsasında torpaq sahənizin deyək, nöqtələrini dəqiqliklə tapa biləcəksiniz. Digər burada bax belə ətraflı axtarış bölməsi var. Maraqlar üzrə, məsələn, apteklərə görə sahəni seçməklə, mağazalara görə, onlara görə axtarış var. Burada maraqlı bölmələrdən biri nədir, onu da sizə izah edeyim. Burada deməli əlaqə bölməsi var. Əlaqə bölməsi nədir? Yəni siz portala girirsiniz, görürsünüz ki, sizin faktiki evinizi tapırsınız, evinizin yeni ünvanı qeyd olunmayıbsa, burada evinizin üzərinə gəlirsiniz. Bax, bu koordinatı götürürsünüz. Buradan adınızı, soyadınızı, mailinizi, əlaqə nömrənizi və mətnə onu əlavə edirsiniz ki, mənim evimin yeni ünvanı burada əks olunmayıbdır. Onu yazandan sonra göndərirsiniz, sizin yeni ünvanınızı bu portalda əks etdirəcəklər. Yeni ünvanların bir xüsusiyyətini deyim ki, artıq şəxsiyyət vəsiqələrində ünvanların yazılması nəzərdə tutulub. Həmin o şəxsiyyət vəsiqələrində bu portalda olan ünvanlar yazılacaq. Yəni, yeni ünvanlar yazılacaq. Odur ki, siz də yeni ünvanınızı öyrənmək istəyirsinizsə, ünvan portalına girərək rahatlıqla buradan yeni ünvanınızı öyrənə bilərsiniz. Əlavə nə sualınız olsa 051 874 95 34 nömrəsinə yazıb göndərə bilərsiniz. Bu videoları sosial şəbəkələrdə bəyənin, paylaşın ki, digər insanların da bu yeniliklərdən xəbərləri olsun. Hələlik.